12 noyabr 2014-cü ildə Azərbaycan qüvvələri atəşkəsi pozaraq Temas xəttinin şərq hissəsində Qarabağ Müdafiə Ordusunun Mi-24 hücum helikopterini vurdular. Helikopter Ermənistan və Qarabağ Silahlı Qüvvələrin keçirdiyi Birlik 2014-cü bölgə operativ taktiki təlimləri çərçivəsində təlim uçuşu həyata keçirdi. Hücumdan sonra helikopter partlayaraq Qarabağ mövqelərinin yaxınlığında qəzaya uğradı. Helikopterin həyat mayor Sergey Sahakyan, baş leytenant Sarkis Nazaryan və leytenant Azad Sahakyan hücum zamanı həlak oldular. Qəzadan bir gün sonra Azərbaycan qüvvələri iki hərbi erməni helikopterinin ardıcıl uçduğu və onlardan birinə raket altığını kadrlara yaydı. Videoda erməni helikopterlərinin hücum etmədən, ateş açmadan və ya yayınma manevrlərindən etmədən sərhəd boyunca düz xətt üzrə hərəkət etdiyini görünür. Bu kadrlar Azərbaycan Müdafiə Nazirliyinin helikopterin Azərbaycan mövqelərinə hücum zamanı vurulması barədə iddiası ilə ziddiyyət təşkil edirdi. Hücumdan bir neçə gün sonra Azərbaycan qüvvələri həmin ərazi artilleriyaya ateşinə tutaraq həlak olan heyəti üzvlərini cəsədlərinin çıxarılması işlərinə mane oldular. Noyabrın 22-də Qarabağ Müdafiə Ordusu xüsusi təyinatlı qüvvələrin əməliyyatı nəticəsində heyət üzvlərindən birinin cəsədini, digər ikisi qismən qalıqlarını və helikopter hissələrini, o cümlədən qara qutuları uğurla tapdığını bildirdi.